Naxçıvan şəhəri yazın rənglərini üzərinə geyinməyə başlayıb. Küçələrdə və parklarda yaranan bu mənzərə isə sakinlərə xoşovqat bəxş eləyir. Qeyd eləyək ki, Naxçıvan şəhəri ərazilərinin abadlaşdırılması məqsədi ilə şəhərə 20 minə yaxın müxtəlif növ güllər gətirilib. Əkilən bitkilər əsasən buta formasında seçilir ki, bu da həm estetik görünüş yaradır, həm də uzun müddətli yaşıllığın qorunmasına imkan verir. Bununla yanaşı şəhərin müxtəlif nöqtələrində ağacayma aksiyaları da həyata keçirilir. Əkilən ağaclar gələcəkdə həm kölgəlik sahələrin artmasına, həm də ekoloji mühitin yaxşılaşmasına xidmət edir. Naxçıvan şəhər yaşıllaşdırma xidməti tərəfindən mövsüm ərzində yaşıllaşdırma işləri mərhələli şəkildə davam etdiriləcək. Məqsəd şəhər mühitini daha da gözəlləşdirmək və sakinlər üçün daha rahat, sağlam bir atmosfer yaratmaqdır. Artıq mart ayının 1-dən Naxçıvan şəhərində növbəti geniş miqyaslı əkin planının icrasına start verilibdir. Kampaniya çərçivəsində şəhərin müxtəlif ərazilərində müxtəlif növ ağac, kol, kül bitkiləri mərhələli şəkildə əkilməsi davam etdirilir. Demək olar ki, şəhərin bütün park və xiyabanlarında, xüsusilə də Ümummilliler Heydər Əliyev Muzeyinin, eyni zamanda Zəfər Parkının və Ali Məhəllisinin qarşısında aparılan abadlıq işləri və salınan yaşıllıq işləri şəhərə gözəlliyinə əlavə bir gözəllik qatır. Və xüsusilə də onu qeyd etmək istəyirəm ki, əkilən bu bitkilər seçimi zamanı Naxçıvanın iqlimi, eyni zamanda torpaq xüsusiyyətləri və suvarma imkanları tam şəkildə nəzərə alınmışdır. Oruç Mirzəyev, xanım Rüstəmzadə, NTV Xəbər.